Bugün, yəni mayın 10-da Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub. Bu ölkəyə 16 vaqon 986 ton dizel yanacağı göndərilib. İndiyədək isə Azərbaycandan Ermənistana 9000 ton dizel, 979 ton AI-92 markalı, 2955 ton isə 95 markalı benzin ixrac olunub. Həmçinin bugün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. 6 vaqondan ibarət çəkisi 406 ton olan gübrə və 4 vaqondan ibarət çəkisi 276 ton olan taxıl 10 may tarixində Biləcəri stansiyasından Böyükəsik istiqamətinə yola salınıb. Bugünə kimi isə Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27.000 tondan çox taxıl, 4.000 tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.